Hoş gördük əziz Türk qızlarım, sevimli seyircilərim, dəyərli seyircilərim. Bugünkü mövzu uşaqları bələmək olar, lazımdır, yoxsa yox, bələmənin nə kimi müsbət və mənfi tərəfləri var haqqında olacaq. Deməli, uşaq doğulduqdan sonra yeni bir mühitə qədəm qoyur. Demək, keçmiş nəsillər, nənələrimiz bizi bələklə bəsləyiblər, saxlayıblar və bələmə haqqında çoxlu müxtəlif deməli dərəcədə fikirlər mövcuddur. Tibbi nöqteyi nəzərdən isə bələmənin nə kimi müsbət, nə kimi mənfi cəhətləri olduğunun və əsas cəhətləri və bu haqda çox danışmaq olar, onları sizə vurğulamağa və söyləməyə çalışacağım. Demək, uşaq doğulduqdan sonra İlk 2 ay ərzində onda termoregulyasiya biraz qeyri-stabil olur və ona görə də, yəni ətraf mühitin temperaturunun qalxmağına, enməyinə qarşı orqanizmin reaksiyası stabil olmur. Yəni uşağın durumundan asılı olaraq, yəni burada fərdilik də vardır və ona görə də ən azı 2 ayına, 3 ayına qədər uşaqların bələnməsi mütləq lazımdır. Bu bələmə həm də uşağın adaptasiya müddətini, yəni ətraf mühitə uyğunlaşma müddətini də demək qısaldır və daha adaptasiyasının daha davamlı və daha deməli əsaslı olmağını təmin edir. Bələmənin müsbət və mənfi cəhətləri vardır dediyim kimi. Müsbət cəhətlərindən biri qeyd etdiyim kimi uşaq tez bir müddətdə ətraf mühitə adaptasiya olunur. Ondan sonra bələndiyi müddətdə uşaq ana bətnində olduğu kimi özünü sıx deməli tərpənməz vəziyyətdə və eləcə də deməli istiliyin çox dəyişməməsi şəraitində hiss edir. Bu da onun adaptasiyasına müsbət təsir edir. Sonra uşağı bələdikdə uşaq demək ki, əl-ayağını az hərəkət elətdirir. Bu, onun şərtsiz reflekslərinin tez-tez oyanmasına, uşağın yuxusunun deməli pozulmasına, hərəkətliyinin deməli yuxu zamanı azalmasına səbəb olur və uşağın sinir sisteminə müsbət təsir edir və yuxusunun dərinliyinə müsbət təsir edir. Bu, bələnmə zamanı bildiyimiz kimi uşaqlarda birinci 2 ay ərzində sancı və köp problemləri olur adaptasiya müddətində. Bələnmə zamanı bələnən uşaqlarda bələnməyənlərə nisbətən demək köp sancı problemi çox az olur. Yəni isti vəziyyətdə deməli tutulma aşağı ətrafların və qarın hissəsinin, bu da sancı və köp problemlərini azaldır. Deməli, bu haqda çox danışmaq olar. Mən əsas deməli yöntəmləri sizə dedim. Bələmənin mənfi cəhətləri də vardır. Belə ki, demək, dediyim kimi bələdikdə sancılar, bələmədikdə daha doğrusu, bələmədikdə sancılar çox olur, köp çox olur, adaptasiya müddəti uzanır. Ondan sonra uşaqda deməli bələnmənin necə olmağının da önəmi var. Yəni çox sıx bələdikdə, bərk bələdikdə demək ki, yuxarı hissələrdə döş qəfəsinin sıxılması və tənəffüsün çətinləşməsi ola bilər. Aşağı ətraflarda hərəkətin çox azalması və əzələ sisteminin zəifliyi, oynaqların zəif inkişafı müşahidə oluna bilər. Bu da deməli uşaqlarda eyni zamanda displaziya riskini də artırır. Yəni bu çanaq oynağında problemlərin yaranması riskini də artırır. Ona görə də bələdikdə demək ki, çox sıx bələmə, bərk bələməyə üstünlük vermək lazım deyil. O da çox ziyan edir. Demək ki, bundan başqa uşaqlarda çox isti bələmə də pis təsir edir. Çox isti bələmə termoregulyasiyanı pozur, həddindən artıq istilik yaradır və bələk hipertermiyası deyilən hipertermiya yaradır. Bu da xüsusi hallarda qəfləti uşaq ölümü ilə də nəticələnə bilər və isti vurma effekti göstərir. Demək ki, bu dediklərindən belə nəticə çıxarırsınız ki, uşaqları çox sıx bələmək olmaz. Ən çox məsləhətdir 3-4 ayına qədər, yəni uşaq dönməyə başlayan vaxta qədər bələmək. 4-5 aylarından sonra isə o dönməyə başladıqda bələmənin sayını tədricən azaltmaq və ona çox hərəkətlik
vermək lazımdır. Bir də bəlkə də heç yerdə eşitmədiyiniz vələmənin mənfi bir cəhətini də qeyd etmək istəyirəm ki, xüsusilə bu oğlan uşaqlarına təsir edir. Yəni son vaxtlar kişi sonsuzluğu daha çox yayılmışdı. Bu isə pamperslə bələmənin mənfi təsirlərinin nəticəsidir. Ona görə də bələmə keçmiş qaydalarla bələmə şəklində olduqda effektli olur, amma pamperslə bələmə və uzun müddət bələkdə saxlamaq parnik effekti verir, istixana effekti verir və o da deməli gələcəkdə cinsiyyət sisteminin inkişafında mənfi hallar törədir və bu da nəticə itibarilə sonsuzluğa da səbəb ola bilər. Yəni bələmə haqqında mütləq pediatrla məsləhətləşin, onların tövsiyələrinə əməl etməyə çalışın. Təşəkkür edirəm diqqətinizə görə, sağ olun.